Kanala like atıp abone olmağı unutmayın. Bunları edin ki yeni videolar gelsin ve zəngi açın ki yeni videolardan xəbərdar olun. Türkiyə Miqrasiya İdarəsinin qərarına görə bu ölkədə yaşayış icazəsi almaq üçün dövlət rüsumu, iqamət harcı kəskin artırılıb. Axar az xəbər verir ki, əvvəllər ortalama 3700 TL 85 dollar olan yaşayış icazəsi indi bir il üçün təxminən 28.000 30.000 lirə 620-670 ABŞ dolları, 2 il üçünsə təxminən 56.000 58 000 lirəyə 1.250-1.300 ABŞ dolları qədər yüksəldilib. Bu qərar yalnız 10 ölkəyə şamil edilməyəcək. Həmin ölkələr Türkmənistan, Fələstin, Suriya, Şakitəcə, Şri-Lanka, Kosova, İrlandiya, Danimarka, Nepal, Cef Respublikasıdır. Görünən odur ki, bu addımdan ən çox zərər görənlər Azərbaycanlı tələbələr və iş dalınca Türkiyəyə gedənlər olacaq. Bunun baş verməməsi üçün daha yaxşı olar ki, Azərbaycanlı tələbələrə xüsusi güzəşt tətbiq edilsin. Digər tərəfdən, belə böyük artım xarici tələbələrin axını baxımından Türkiyənin təhsil sisteminə ciddi zərbə olacaq. İqtisadçı ekspert Fuad İbrahimov Bakıpost AZ-a bildirib ki, bu addım Azərbaycan vətəndaşlarının xərcinin hiss olunan səviyyədə artmasına səbəb olacaq, vətəndaşlarımızın xərcləri təxminən 6-7 dəfə artacaq. Ukrayna və Rusiyada yaşanan vəziyyətlə bağlı olaraq hazırda Azərbaycan vətəndaşları iş dalınca daha çox Türkiyəyə üz tuturlar. Bu addım xüsusən də tələbələrimiz üçün xərc baxımından həddən artıq yük deməkdir. Ali məktəblərin ödənişli olmasını nəzərə alsaq, onlar əlverişsiz vəziyyətə düşəcəklər. Belədə Türkiyəyə təhsil almaq üçün xaricdən gələnlərin sayında da ciddi azalmalar baş verə bilər. Ekspert məsələyə aydınlıq gətiriləcəyini də düşünür. Bir qədər gözləmək lazımdır. Həm də yaxşı olardı ki, heç olmasa Azərbaycanlı tələbələrə xüsusi güzəştlər tətbiq edilsin. Yəqin ki, müvafiq qurumlar bu məsələni müzakirə edib bir qərara gələrlər. Həm söhbətimiz bununla belə hesab etmir ki, yaranmış vəziyyətdə Türkiyəyə oxumağa və iş dalınca gedən soydaşlarımızın sayında azalmalar olacaq. İşsiz insanlar bütün hallarda artıq xərc çəkib yenə də iş dalınca Türkiyəyə üz tutacaqlar. Bunun başqa yolu yoxdur. Çünki alternativ tapa bilmirlər. Türkiyəyə gedənlərin sayında azalma yalnız ölkə daxilində külli miqdarda iş yerlərinin açılması fonunda baş verə bilər. Bu isə üfüqdə görünmür. İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Rəşad Həsənov da qeyd edir ki, bu qərarın qəbulu orada yaşayan azərbaycanlılar üçün çətinlik yaradacaq. Orada çalışan soydaşlarımızın əksəriyyəti aşağı gəlirli sahələrdə çalışanlardır. Onların əlavə ödənişlər etməsi maliyyə göstəricilərinə mənfi təsir etməklə yanaşı, yığım imkanlarını da məhdudlaşdıracaq. Bununla yanaşı, o da düşünür ki, mövcud durumun Türkiyəyə gedən soydaşlarımızın sayına ciddi təsiri olmayacaq. Bu da seçim imkanlarının məhdud olmasından qaynaqlanır. Milli Onkologiya Mərkəzinin otaqlarının birində partlayış olub. Axar az oxu, azda istinadla xəbər verir ki, orada olan xəstə Mübariz Əliyev hadisə yerində vəfat edib, bir həkim xəsarət alıb. Hüquq mühafizə orqanları hadisə yerinə cəlb olunublar, araşdırma aparılır. Milli Onkologiya Mərkəzində partlayış hadisəsi Şüa Diaqnostika şöbəsində baş verib. Bildirilib ki, şöbənin birinci mərtəbəsində qeydə alınan olay zamanı həkim radioloq Asif Nəsirli ağır bədən xəsarətləri alıb, o təcili olaraq xəstəxanaya hospitalizasiya edilib. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Hadisənin baş vermə